Maqlar, hər vaxtınız xeyir olsun. Heç təəccüblənməyin, harda olduğumu dərhal açıqlayıram. Azərbaycan Hərb Tarixi Muzeyindəyəm və burada bugün məni nələrin gözlədiyindən xəbərsizəm. Əminəm ki, elə ilk anlardan sona dək təəccüblə davam edəcək mənim üçün. Əgər siz də təəccüblənmək istəyirsinizsə, Mağı sona dək izləyin. Maqlar, hazırda yanımda Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Polkovnik Əzizağa Gənizadədir. Əzizağa müəllim, xoş gördük sizi. Əzizağa müəllim, Maqlar, bugün bizim muzeylə daha yaxından tanış edəcək və bizi maraqlandıran suallara cavab verəcək. Əzizağa müəllim, bizi maraqlandıran ilk sual belədir. Muzey nə vaxt yaradılıb? Azərbaycan Hərb Tarixi Muzeyi və yaradılmasında məqsəd nə idi? Azərbaycan Hərb Tarixi Muzeyi 1992-ci il oktyabr ayında fəaliyyət göstərir. Muzeydə iki ekspozisiya var. Açıq səma altında ekspozisiya binanın böyründədir və daxili ekspozisiya. Açıq səma altında ekspozisiyasında quru qoşulları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələrinə aid 127 adda müxtəlif növ hərbi texnika nümayiş etdirilir. Daxili ekspozisiya, biz yerləşdiyimiz ekspozisiyada 12 zal fəaliyyət göstərir. Həmin zallarda dövrlər üzrə qədim dövrdən müasir dövrünədək Azərbaycanın hərb tarixinin inkişaf mərhələləri xronoloji ardıcıllıqla əks etdirilir. Yəni biz indi quru qoşunların zalındayıq və bu zalları bizim beləki tərcüməçilər, yəni ekskursantlara təqdim edir. Bu qədər qısa. Bəs muzeyi ziyarət edənlər adətən kimlərdir? Hansı yaş dövrlərini əhatə edirlər və təşkilatçılıq hansı səviyyədədir? Yəni tez-tez mi gəlir, yoxsa sadəcə olaraq siz nə vaxt təşkil etsəz, sadəcə onda? Və kimlər? Muzeyə. Yəni bütün bizim Azərbaycanın ancaq kollektivləri gələ bilər. Çünki muzey hərbi şəhərcikdə yerləşir və nəzarət buraxılış məntəqəsindən hər bir Azərbaycanın vətəndaşı keçə bilmir. Amma məktəblər və müəssisələr Müdafiə Nazirliyinə müraciət edərək onlara icazə verilir və onlar yəni istənilən vaxtda səhərdən axşama kimi muzeyə baş çəkə bilərlər. Əzizağa müəllim, bəs qeyd edə bilərsinizmi muzeydə başqa hansı dəyərli eksponatlar qorunur hazırda? Mən deyim sizə ki, Hərb Tarixi Muzeyi, hərb tariximizə aid bütün eksponatlar dəyərlidir və qiymətlidir bizim üçün. Biz yəni hərb tariximizə dair eksponatlar pulla ölçülülmür. Biz deyə bilmərik ki, bu eksponatın qiyməti 8 milyondur və bu qiymətin, yəni bütün eksponatlar dəyərlidir və çox maraqlıdır. Əla. Əzizağa müəllim, necə düşünürsünüz? Gənclərin vətənpərvərlik tərbiyəsində Hərb Tarixi Muzeyinin rolu nə qədərdir? Azərbaycan xalqının tarixi çox qədimdir və hər tariximiz, Azərbaycanın hərb tarixi, həmin tarixin ayrılmaz hissəsidir. Və hərb tarixi bizim gənclərə və bütün xalqımıza çatdıraraq biz göstəririk ki, bütün əsrlər boyu Azərbaycanına qarşı və onun xalqına və ərazi bütövlüyünə qarşı döyüşən qüvvələr, yad ellilər həmişə Azərbaycanlıların
müqaviməti ilə rastlaşıb, onların qəhrəmanlığı ilə və şücaəti ilə və fədakarlıqla qarşılaşaraq məğlub olublar və geri çəkilməyə məcbur olublar. Və bu qəhrəmanların əməyi nə ilə sübut eləyə bilərik? Azərbaycan bugün müstəqil dövlətdir və Azərbaycan dövləti var. O qədim dövrdən bu dövrlərə qədər Azərbaycanlılar dövləti saxlaya bildilər və mərdliklə döyüşdülər. Elədir ki, var. İndi isə istərdim ki, son sualım olacaq, onu ekskursiyanı biraz səyyar şəkildə davam etdirmək üçün növbəti otağa keçid alaq. Və sualım bundan ibarətdir. Siz muzeyin rəisisiniz. Bəli. İstərdim öyrənim, muzeyə İlk gündən sizin xüsusilə diqqətinizi cəlb edən eksponat hansıdır? Məsələn, bəlkə də hər gün gəlib ona baxırsınız və o sizi düşündürür. Həqiqətən də sizi düşündürür həmin eksponat. Eksponatların ən yaxşısı, ən sevimlisi muzeydə yoxdur. Bütün eksponatlar bizim bütövlükdə bütün Azərbaycan hərb tarixini əks etdirir və mən çox çətinlik çəkərəm, deyəm ki, bu eksponat mənim daha çox xoşuma gəlir, nəinki bu eksponat. Tarix tarixdir, bütün hər bir tarixin məqamı bizim üçün maraqlıdır. Tam istədiyim kimi bir cavab oldu. Təşəkkür edirik Əziz ağa müəllim vaxtınızı bizə ayırdığınız üçün. İndi isə istərdim bələdçi xanımlarımızla söhbətə davam edim. Çünki məni o qədər maraqlandırır ki, bir-bir bütün eksponatlarla tanış olmaq və gənclərimizlə tanış etmək istəyirəm. Təşəkkür edirik, çox sağ olun. Sağ olun, sağ olun, çox sağ olun. Səvər xanım, bizə deyə bilərsiniz, indi hansı zaldayıq muzeydə və burada hansı eksponatlar qorunur? Hal-hazırda biz Heydər Əliyev Ordu Quruculuğu zalındayıq. Heydər Əliyev Ordu Quruculuğu zalında 18 stend var, 7 bayraq və silahlı qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələrinə rast gələ bilərsiniz. Əla. Bəs, məsələn, hazırda mən gördüyüm pano nəyi əks etdirir? Düzdür, qeyd olunub, amma siz desəz məncə daha effektli olar. Hazırda biz deməli Ali Baş Komandan Heydər Əliyev Silahlı Qüvvələr Günü ilə əlaqədar 2000-ci ildə Zabitlər evində bax bu kürsünün önündə çıxış etmişdir 25 iyun tarixində. Əla. O zaman davam eləyək. Burada da Heydər Əliyevə məxsus olan döş nişanı var. O dövrdə Heydər Əliyevin verdiyi fərmanlar, sərəncamlar bu zalımızda rast gələ bilərsiniz. (1971-ci ildə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış Cəmşid Naxçıvanski adına lisey ilə bağlı olan ayrıca stendimizdə Çox gözəl. Mən Cəmşid Naxçıvanski adına məktəbi yaradarkən həsrətində olduğum arzuma çatmışam. Ona görə özümü çox xoşbəxt hesab edirəm. Bəli, bu sözləri ümummilli lider Heydər Əliyev Cəmşid Naxçıvanski adına liseyin 30 illik yubileyində də qeyd etmişdir. Heydər Əliyevin ən böyük arzusu o idi ki, Azərbaycanlı gənclərin hərbidə sayıları çox olsun. Hal-hazırda biz Cəmşid Naxçıvanski adına liseyin ümumilikdə rəislərini, generalları, məktəbin məzunları, milli qəhrəmanlarla bağlı olan stendin önündəyik. Məktəbi ziyarət edərkən Heydər Əliyevin də fotosuna və digər sənədlərə, əşyalara rast gələ bilərsiniz. Əslində çox böyükdür hərbi muzeyimiz, amma siz bizi digər zallarla tanış edəcəksiniz deyəsən. Buyurun. Məsələn, hazırda gördüyümüz geyim kimlərə məxsus idi? Bu gördüyünüz bu hərbi geyim nümunələri hava hücumundan müdafiə qüvvələri, hərbi hava qüvvələri, daha sonra quru qoşunlarına məxsus olan, hərbi dəniz qüvvələrinə məxsus olan hərbi geyim nümunələridir. Həmçinin Cəmşid Naxçıvanski adına liseyinin kursantlarına aid olan hərbi geyim nümunəsini görürsünüz. Əla. Buyurun, deməli, Azərbaycan Hərbi Dəniz Qüvvələri zalımızdır. Bu zalımızda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaradılması ta 2015-ci ilədək olan dövrü əhatə edir. Əla, şəkil o qədər gözəl və canlı təsvir olunub ki, özümü sanki sahildə hiss etdim. Bu, deməli, əsər Gəmilər adlanılır. Rəssamı Sergey Şeydullindir. Hərbi Dəniz Qüvvələri tərəfindən bizə təqdim olunmuşdur. Bu zalımızda maraqlı eksponatlara rast gələcəksiniz. Onda gedək rast gələk. Səvər xanım sizinlə birlikdə. Baxın, burada dərinə üzən dalğıc. Gördüyünüz bu eksponat 16 kiloqram
üstündə gördüyünüz bax çəkisi var. 100 metr suyun dərinliyədək həmin bu geyimdə qalmaq olur. Maqnit kompası var. Daha sonra gəmilərin maketləri var. Hərbi dəniz qüvvələrinə məxsus olan hərbi geyim nümunələri var. Bu necə adlanır? Şturmanın yol çəkmə masasıdır. Bax, gördüyünüz bu qurğu küləyin dərəcəsini ölçür. Abşeron, Amburan, Şüvəlan, Nargin və digər bölgələrimizdə yerləşən mayakların qısa tarixçəsini vermişik. Hərbi dəniz qüvvələrinə məxsus olan bayraqlar, baş qərargah rəisinə məxsus olan bayraq, Müdafiə Nazirliyinə məxsus olan bayraq, hərbi dəniz qüvvələrinin komandanına məxsus olan bayraqlar da qorunub saxlanılır. Çox gözəl. Mən istərdim ki, söhbətin sonunda sizinlə bir selfie edək, əgər icazəniz varsa. Buyurun. Çünki muzeyə gəlib burada foto çəkməmək hər halda müasir Azərbaycan gənci bu ən ilk ağlına gələn bir məqam olar. Hal-hazırda Hava Hücumundan Müdafiə Qüvvələri və Hərbi Hava Qüvvələri zalındayıq. Bu zalımızda Hərbi Hava Qüvvələrinin yaradılması 1910-cu ildən ta 2014-cü, 15-ci ilədək olan dövrü əhatə edir. Zalımızda radiolokasiya stansiyalarının maketlərini, təyyarələrin maketlərini, təyyarəçiyə məxsus olan təyyarəçinin əlcəyi, şli motoru və hərbi hava qüvvələrində istifadə olunan cihazlar, hərbi hava qüvvələrinə məxsus olan hərbi geyim nümunələrini görə bilərsiniz. Növbəti zalımız Quru Qoşunları zalıdır. Azərbaycan müstəqillik qazandıqdan sonraki olan dövrü əhatə edir. Bu zalımızda Azərbaycanın milli qəhrəmanlarının şəkillərini görə bilərsiniz. Bəs bu forma kimə məxsusdur? Bax, hal-hazırda biz milli qəhrəman İşgər İşgərovla bağlı olan stendin qarşısındayıq. İşgər İşgərova məxsus olan əşyalar ailəsi tərəfindən bizə təqdim olunmuşdur. Çox gözəl. Burada siz milli qəhrəmanlarımızla bağlı olan stendi görə bilərsiniz. Yeri gəlmişkən milli qəhrəmanımız İşgər İşgərov haqqında bizim milli qəhrəmanlar rubrikamızda dəfələrlə izləmişsiniz onun haqqında, onun barəsində və mən istərdim ki, elə milli qəhrəmanların fonunda, hansı ki muzeydə onlar haqqında onların məlumatları, doğum tarixləri, adları, soyadları və fotoları əks olunub, elə bu fonda gəlin birlikdə milli qəhrəmanlarımız rubrikasını izləyək. Vətən bizə babaların əmanəti, ataların yadigarıdır. Onun bugünü və sabahı bizim əlimizdədir. Biz varıq, azadıq deyə bilmək üçün o daim var olmalıdır. Bu yolda isə vətənə canımız fəda, qanımız halal olsun. Qubadov Arif Vəlişoğlu 20 sentyabr 1966-cı ildə Cəllabad rayonunun Əlqasımlı kəndində dünyaya gəlib. 1983-cü ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Sovet ordusunda xidmət etsə də Qərbi Azərbaycanda və Qarabağda baş verən hadisələr onu da narahat edirdi. O vətənə dönməyə və burada xidmət etməyə can atırdı. 1992-ci ildə arzusuna çatdı və milli orduya qoşuldu. 1992-ci ilin iyun ayında Naxçıvanın Sədərəy rayonunda qanlı döyüşlər gedirdi. Arif də silaha sarılanlar sırasında idi. Onun komandir olduğu tabor düşmənin xeyli canlı qüvvəsini, döyüş texnikasını məhv etdi. Sadə cəmaat gənc komandirin şücaətindən ürək dolusu danışırdı. Bu qəhrəmanlığın nəticəsi olaraq Arif Qubadovun taboru 1993-cü ilin iyun ayında Ağdam rayonuna göndərildi. Rayonun Əfətli, Yusifcanlı kəndlərinin düşmən tapdağından azad edilməsində ölüm-diri mübarizəsi aparan əskərlər düşmənə layiqli cavab verdilər. Kəndlər yağlardan azad edildi. Daha sonra onlar Füzuli, Tərtər, Ağdərə bölgəsində gedən döyüşlərdə iştirak etdilər. Bu xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qubadov Arif Vəlişoğluna sağlığında Azərbaycanın milli qəhrəmanı adı verilib. O, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası Sərhəd Qoşunları Hərbi Akademiyasını bitirərək ali savadlı kadr kimi vətənə xidmət edib. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. 2009-cu ilin sentyabr ayında uzun sürən xəstəlikdən sonra vəfat edib.
baxmaqlar və hazırda biz növbəti zala daxil olduq. Nuranə ilə birlikdə hansı zalda olduğumuzu və burada hansı eksponatların qorunduğunu Nuranə bizə izah edəcək. Buyur Nuranə, söz səndədir. Salam Xəyalə. Salam. Qeyd edim ki, bu zal 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən bəhs edir və bu zalda 6 stend var və hər bir stend Azərbaycan Xalq Cümhuriyyətinin yaranma dövründən ta ki, yəni süquta uğradığı dövrə qədər olan illəri əhatə edir. Bu zalımızda da çoxlu sayda, yəni sizin diqqətinizi, marağınızı çəkən eksponatlar var. Biz hal-hazırda tam artilleriya generalı demək Əliağa Şıxlinskinin büstünü görürük və ona aid demək ayrıca demək stend yerləşir. Yəni ona aid haqqında kitablar, qəzetdə çıxan yazılar, kitablar. Bəli. Onun məşhur Şıxlinski üçbucağını görürsünüz və qeyd edim ki, bu yaxınlarda Əliağa Şıxlinskinin bizim muzeydə 150 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Və Cümhuriyyət dönəmində qeyd edim ki, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin olunmuşdur. Və qarşınızdakı portret də məhz Əliağa Şıxlinskinin 1904-1905-ci illərdə Rus-Yapon müharibəsi və Port Artur döyüşlərində demək iştirakı və onun göstərdiyi yüksək əskəri rəşadəti əks etdirir. Daha sonra burada geridə qaldı piyada geyim forması, Cümhuriyyət dönəminə aid və əskər və zabit heyətinin 1918-1920-ci illərdə yəni geyindiyi piyada geyim formasıdır və üzərində də köhnə Azərbaycan əlifbası ilə Azərbaycan sözləri yazılmışdır. Daha sonra sizə nümunə kimi göstərə bilərəm, karabin silahıdır. Bizim muzeydə, yəni muzeyə gələn qonaqların diqqətini cəlb edir. Hər zaman köhnə nümunəli karabin silahıdır, Cümhuriyyət dövrünə aiddir. Bu silahın bizdə orijinal tapıntıları da var. Daha sonra Azərbaycan ordusunun general və polkovniklərinin foto şəkillərini görə bilərsiniz. Cümhuriyyət dönəminə aid. Daha sonra bu zalımızda Qafqaz İslam ordusu ilə bağlı çoxlu sayda arxiv sənədləri, fotolar, portretlər, yəni kitablar yerləşir. Hərbi nazirliyin yaranması haqqında ayrıca fotostenddir. Qeyd edim ki, Cümhuriyyət dövründə Azərbaycanın hərbi naziri demək Səməd bəy Mehmandarov olmuşdur və hərbi nazirin müavini demək Əliağa Şıxlinski olmuşdur. Bəli, bu zal 1920-1939-cu illər artıq Sovet dönəmindən bəhs edir. Qeyd edim ki, 1920-ci ildə artıq Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varlığına son qoyulur və Azərbaycanda Sovet hakimiyyəti yaranır. Bu zalda da məhz Sovet dönəminə əks etdirən çoxlu sayda yenə də arxiv sənədlərimiz demək təşkil olunmuşdur. O dövrə aid eksponatlardır. Məsələn, sizə nümunə kimi göstərə bilərəm. Azərbaycan SSR Xalq Komissarlar Sovetinin sədri Nərman Nərmanovun büstü yerləşir bu zalımızda. Maksim Pulemyotun dəzgahı. Bəli, o dövrün ən güclü silah növü sayılırdı Maksim Pulemyotu və qeyd edim ki, lüləsi su ilə soyudulurdu. Çünki onun lüləsini dəyişmək mümkün olmurdu və ona görə də su ilə soyudulurdu. Bu ən güclü silah növlərindən biri sayılırdı Sovet dövründə. Nuranə, papaqlar kimə məxsus olub? Bu papaqlar Qızıl Əskərin, yəni Sovet ordusunun qış və yay geyim papaqlarıdır. Sovet dövründə, bəli. Çox maraqlı qış və yay papaqları. Qış və yay geyim papaqları. Bayaqdan bizi çox maraqlı formalarla tanış edirsən. Yəni əskərlərin, zabitlərin formaları ilə indi də mərkəzdə bir forma mənim diqqətimi çəkir. Bu kimlər geyinir bu qeyd edim ki, 1920-39-cu illərə məxsus komandan heyətinin yəni kitelidir. Bəli, üst geyim formasıdır, Sovet ordusunun geyim formasıdır. Azərbaycan Milli Dağ Atıcı Diviziyası. Azərbaycan Milli Dağ Atıcı Diviziyası qeyd edim ki, Azərbaycanın hərb tarixinin şanlı səhifəsi hesab olunurdu və Milli Dağ Atıcı Diviziya 1922-ci ildə yaranmışdır və demək komandiri Cəmşidxan Naxçıvanski olmuşdur. Bəs növbəti otağa bizə bələdçilik edəcəksən, yoxsa sənin bələdçiliyin burada? Məmnuniyyətlə sizə bələdçilik etməyə hazıram. İndi isə 1939 və 1945-ci illərə daxil oluruq maqlar. Görək bu illərdə nələr baş verib və muzeydə hansı eksponatlar qorunub. Mən sizə deyərdim ki, bu zal bizim ən zəngin yəni zalımızdır. Çünki bu zalda
Sovet ordusunun, Sovet İttifaqı qəhrəmanlarının, yəni müharibədə iştirak edən Böyük Vətən müharibəsi veteranlarının çoxlu sayda orden medalları ilə zəngindir. İlk növbədə siz görürsünüz Sovet İttifaqı qəhrəmanlarına aid fotostenddir. Fotostenddə görən kimi mən Sovet İttifaqı qəhrəmanlarının içində Ziya Bunyadovu axtardım və dərhal onu tapdım. Bunyadov Ziya Musaoğlu, çünki hər il Azərbaycan Atıcılıq Federasiyasında Ziya Bunyadovun xatirəsinə həsr olunmuş turnirlər təşkil olunur ki, bu da mənim xüsusi diqqətimi çəkdi. Eləsə muzeyə davam edə bilərik. Müharibənin son dövrü. Biz müharibənin başlanması, yəni birinci belə gedir. İlk sentimiz 2-ci Dünya müharibəsinin başlanması və ardıcıllıqla dövrlərə əhatə edir. Yəni bildiyiniz kimi müharibə 1939-cu il sentyabrın 1-də başlanıb. Yəni Almaniyanın Polşa üzərinə hücumu nəticəsində və bu zalda da məhz o dövrü əks etdirən çoxlu sayda eksponatlarla zəngindir. Hətta baxın, burada görə bilərsiniz, müharibə zamanı istifadə olunan silah hissələridir, orijinal tapıntılardır, bəli, mərmilərdir, bunlar təlim mərmiləridir, onların mulyajlarıdır, hətta orijinalları da var, yəni gilizlərdir bunlar. Daha sonra burada xəyallə görürsən, Azərbaycanlı partizanlar və kəşfiyyatçılara məxsus ayrıca fotostenddir. Qeyd edim ki, Sovet dönəmində, yəni Azərbaycanın məşhur tanınmış partizanlarının, məsələn, sizə misal göstərmək olar. Mikhailo ləqəbli Mehdi Hüseynzadə, daha sonra Armid Mişir ləqəbli Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev Mişir ləqəbli. Baxın, burada Mikhailoya aid, yəni Mehdi Hüseynzadəyə aid demək, onun məktublarıdır, bacısına yazdığı məktublar. Sizə göstərə bilərəm, demək, Fransa partizan hərəkatının iştirakçısı olmuş Nuru Abdullayeva məxsus onun geyim formasıdır və onun demək, medallarıdır, görürsünüz. Bu sırf orijinal, yəni onun geyim formasıdır. Yəni üzərində görürsünüz, cüzi qan ləkələri də var. Bəli, bəli. Qeyd edim ki, bu zalda döyüşü əks etdirən, döyüşü canlandıran dioramalar var və bizim muzeyin emalatxanasında hazırlanır bu dioramalar. Müharibə dönəminə əks etdirib döyüşün bir anı. Yəni Sovet ordusu ilə Almanların hücumunu əks etdirir, yəni canlandırır bu diorama. Doğrudan da çox maraqlıdır. Davam edirik. Azərbaycan Milli Diviziyaları, bəli. 2-ci Dünya müharibəsində, yəni Böyük Vətən müharibəsində Azərbaycanda təşkil olunan, yəni yaradılan diviziyalardan məşhur 416-cı Taqanov Atıcı Diviziyası, 77-ci diviziya, daha sonra 402-ci diviziya, 416-cı, qeyd etdiyim kimi 271-ci diviziyalar yaradılmışdı ki, bunların da tərkibi sırf Azərbaycanlı döyüşçülər olmuşdu və onlar Böyük Vətən müharibəsində çox böyük igidlik, qəhrəmanlıqlar göstərmişdilər. Allah. Davam edirik. Arxa cəbhə görürəm burada. Bəli, arxa cəbhə ayrıca fotostenddir. Qeyd edim ki, Azərbaycan döyüşçüləri həm ön cəbhədə, həm arxa cəbhədə yüksək qəhrəmanlıqlar, əsgəri rəşadət göstərirdilər. Xüsusilə Bakı neftini qeyd etmək istəyirəm. Yəni, Bakı neftçiləri gecə-gündüz yatmırdılar müharibə dövründə və onlar orduya nə qədər lazımdırsa o qədər neft göndərirdilər. Hətta nefti burada göstərir, dəmir yolu vasitəsilə daşınırdı və Xəzər dənizi vasitəsilə daşınırdı. Və hərbi hospitallar fəaliyyət göstərirdi, onlar yaralıları dərhal ilk tibbi yardım göstərirdilər. Yəni, Bakı nefti olmasaydı, təbii ki, Sovet ordusu 2-ci Dünya müharibəsində qalibiyyət əldə edə bilməzdi. Bu sözləri Ulu Öndər Heydər Əliyev də öz çıxışı zamanı dəfələrlə qeyd etmişdir. Burada isə Berlin uğrunda döyüşlərə aid canlandıran dioramadır. Daha sonra Kursk uğrunda gedən döyüşləri canlandırır bu diorama. İlk dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş İsrafil Məmmədovun büstünü görürsünüz. Qeyd edim ki, Moskva uğrunda gedən döyüşlərdə göstərdiyi yüksək əskəri rəşadətə görə ona bu ad verilmişdir. Nuranə, bizə bələdçilik etdiyin üçün sənə təşəkkür edirik, amma son bir sualım daha var. Belə ki, az öncə Əzzağa müəllimə də eyni sualı ünvanlamışdım, amma sən bələdçi olduğun üçün muzeydə, ona görə bunu daha tez-tez müşahidə edirsən. Belə ki, il ərzində muzeyə daha çox kimlər ziyarətçi kimi gəlir, baxır və onları daha çox diqqətli nə cəlb edir? Sən bunu hər halda müşahidə edirsən.
Qeyd edim ki, bizim muzeyə çoxlu sayda qonaqlar gəlir, istər orta təhsil, orta məktəblərdən, orta müəssisələrdən, ali təhsil müəssisələrindən, ali hərbi məktəblərdən, tez-tez bizim muzeyə ziyarətə gəlirlər, yüksək səviyyədə biz ekskursiyalar təşkil edirik. Qeyd edim ki, il ərzində muzeyə 59, muzeyin ekskursiya zallarında 59 ekskursiya təşkil olunmuşdur və bu da il ərzində muzeyə gələn qonaqların 2259 nəfərə bərabər olduğunu gətirib çıxarır. Yaxşı göstəricidir. Bəli. Qeyd edim ki, indiki müasir gənclər, hətta deyərdim, çox muzeyimizə gələndə heyrətlə, çox həvəslə, maraqla qulaq asırlar bələdçilərə, hər bir eksponat haqqında ayrıcılıqda soruşurlar, maraqlanırlar və onların, mən deyərdim ki, bugün hərbiyə olan marağı, vətənpərvərlik hissləri yüksəkdir. Mən onu muzeyə gələn ekskursiyada hiss edirəm, bəli. Çox gözəl, təşəkkür edirik Nuranə və sənə fəaliyyətində bol uğurlar. Çox sağ olun. Maqlar, hazırda yanımda texnika və silah hissəsinin rəisi Fərzəliyev Cəlaləddin müəllimdir. Cəlaləddin müəllim, xoş gördük sizdə. Hazırda siz bizi deyəsən açıq hava altında olan, səma altında olan eksponatlarla tanış edəcəksiniz. Heyrətamiz bir görüntüdür həqiqətən. Bizim sol tərəfimizdə olduğumuz, gördüyümüz bu tanklar 2-ci Dünya müharibəsində iştirak eləmiş tanklardır. 17 numaralı tank T-34 markalı İşdən Sovet İttifaqı qəhrəmanı həzaslarına vuruluşub və onun şərəfinə bu muzeydə şərəflənib qoyuldu. Bu gördüyümüz tank isə 44-cü ildə döyüşlərə başlayıbdır. İosif Stalin adına verilib o vaxt İS-3 adlanıbdır. Sağ tərəfimizdə gördüyümüz tanklar müasirləşdirilmiş tanklardır. T-72 tankıdır ki, bu tankda Azərbaycan milli qəhrəmanı Albert Ağararov Şuşa döyüşlərində döyüşü və həlak olub qəhrəmancasına. Cəlaləddin müəllim, bəs qeyd etdiyiniz tankların nə kimi xüsusiyyətləri var başqa? Qeyd etdiyim tankların çox xüsusiyyətləri var ki, onlar bəzi ölkələrdə çoxlu döyüşlərdən keçibdir və bunların əsas xüsusiyyətləri odur ki, bunlar suyun altında 5 metr dərinlikdə su altı üzə bilirlər, keçə bilirlər. Burada gördüyümüz texnikalar isə piyada döyüş maşınlarıdır. Gördüyünüz birinci maşın, piyada döyüş maşını 2 adlanır. Döyüş xüsusiyyəti odur ki, müdafiə və hücumda istifadə olunur və özü ilə də əlavə ekipajı aparmağa, desant daşımağa gücü var. Və gördüyünüz kimi 30 mm top silahı ilə də silahlanıbdır. Bunun xüsusiyyətləri suda üzmə qabiliyyəti var, saatda 8-10 km su üzərində üzür. Çox gözəl. Bu gördüyünüz raketlər hal-hazırda Azərbaycan sərhədlərini qoruyan raketlərdəndir. S-125 raketidir və S-75 raketidir. Burada gördükləri açıq səma altında gördüyünüz helikopterlər və uçaqlardır. Istribitel bombardiroşik samolyotu MiG-21. Arkada gördüyümüz samolyot dünyanın sürətli samolyotlarından biri idi. MiG-25 saatdə 3200-3400 km sürətlə uçurdu. Bu tərəfdə gördüyümüz helikopter MiG-24 hərbi döyüş helikopteridir. Çox gözəl, nə deyə bilərəm, mən çox şanslıyam ki, tarixi belə olanda canlı izləyəndə maketlər, orijinal hətta eksponatları ilə daha yadda qalan olur və insan daha təsirlənir ki, həqiqətən də bunlar bizimdir. Burada gördüyünüz eksponatlar hərbi dəniz qüvvələrinə aid olan eksponatlardır ki, minalardır, torpeda daşıyan gəmidir, sualtı gəmi, balaca sualtı gəmidir və silahlanmış silahlarla hazırlanmış durub burada. Bu gördüyünüz qurğu mina təmizləyici qurğudur. Su dənizdən minanı təmizləmək üçün qurğudur. Bu gördükləriniz isə torpeda qurğularıdır ki, gəmidə üstünə yerləşdirilir və ondan döyüş vaxtı istifadə olunur. Burada gördükləriniz yerüstü artilleriya qurğularıdır. Yəni toplar, qabuçalar, bu gördüyünüz AZP, yəni zenit avtomat topudur. 57 mm-likdir.
Bu gördüyünüz toji zenit pulemyotudur. 37 mm zenit topu adlanır. Bu arkada gördüklərimiz isə yerüstü artilleriya qurğularıdır. Yerüstü artilleriya qurğularında demək ki, maşına qoşulur, dartılıb aparılır. Cəlaləddin müəllim, bizi eksponatlarla yaxından tanış etdiyiniz üçün sizə öz minnətdarlığımızı bildiririk və fəaliyyətinizdə yorulmayasınız deyirik. Sağ olun. Maqlar, mən hələ də gördüklərimin təsiri altındayam. Bir gün mənə desələr ki, sən tarixə bu qədər yaxından şahid olacaqsan, buna heç vaxt inanmazdım, amma bugün belə bir fürsət əlimə düşdü Azərbaycan Hərb Tarixi Muzeyi sayəsində və sizə də tövsiyə edirəm. Deməyə çox sözüm yoxdur, qeyd etdiyim kimi mən təsir altındayam, amma tövsiyə edirəm ki, gəlib görəsiniz. Əgər niyə bu qədər təsirləndiyimi bilmək istəyirsinizsə, mütləq YouTube kanalımız Maktiv Azərbaycana daxil olun və verilişi biraz əvvələ qaytarın, onda biləcəksiniz. Bugünlük isə bu qədər, hələlik.